Salam sevgili dostlar, hər vaxtınız xeyirli olsun. Mütəmadi olaraq sənə deyəcəklər ki, sən də alınmaz, bacarmarsan, mümkün deyil səndə, səndən psixoloq zad olan deyil. Sən ged özü düzəl, ondan sonra sən də psixoloq olarsan və yaxud səndən maliyyəçi çıxmaz, səndən mühasib çıxmaz və s. Əgər belə bir şeylə rastlaşırsınızsa, bu anda bir özünə dön, bax. Əgər sən mükəmməl olmalı deyilsən, elə bir şey yoxdur ki, sən mükəmməl ola bilərsən. Mükəmməl bir şey yoxdur. Hər bir kəs daha irəli səviyyəyə getmək üçün bütün bu mərhələləri keçmişdir. Əgər sən həmin işə qarşı olan sevgin varsa və ona qarşı istəyin varsa və hədəf qoymusansa, o halda bu maneələrlə həmişə üzləşəcəksən. Bu maneələr səni istəyən sevgi, sənin ona qarşı olan istəyin və hədəfin qarşısında heç bir rol oynamayacaqdır. Ancaq yox, sənə bu sözlər hər zaman təsir eləyəcəksə və narahatlıqla hiss eləyəcəksənsə, onda dur bax. Gör o narahatlıqların səbəbi hardadır? Nələrsən də var burada? Sıxıntı nədən ibarətdir? Əgər sən özün və o sıxıntı sənə gəlirsə, səndən alınmaz, bacarmarsan, duyğusu sən narahatlıq yaradırsa, bu narahatlığı nə zamansa yaşamısan, bir ona bax, sakitcə dur, rahat nəfəs al, hətta gözləri yumada bilərsən. Bax gör o duyğusu hardadır, harda gəlir. O səni keçmiş aparacaq. Keçmişə buna nələrsə yaşamısan. Sənə dəfələrlə deyiblər uşaqlıqda, alınmaz, mümkün deyil, sən bacarmarsan. Və görürsən ki, həmən onlardır ki, o duyğulardır ki, indi də yenə də sənə təsirdir. Yenə də sənə o söz deyəndə, yenə də təsir altına düşürsən. Ancaq keçmişdə sənə bunu deyəndə ruhdan düşmüsən, andırmamısan. Ancaq indi isə şuurlu artıq yanaşmağa başlayırsan. Şuurlu yanaşmağa başlayırsan keçmişinlə. Bu hadisə səndə nə vaxt ki, sistem səndə yaratmışdı, narahatlıq yaratmışdı, onu üzləşirsən, onun mənasını anlamağa başlayırsan. Elə ki, mənasını anladın, içindəki sistemi çözdün, ondan sonra görürsən ki, o sözlərin bir də sənə təsir etməyəcəkdir. Ona görə, sevgi dostum, qərar ver və o qərar ki, verdin, səni təşkil edən milyonlarla hüceyrələr o qərara doğru gedəcəkdir. Və bu yolunda, bu hədəf yolunda sənə çox sözlər deyəcəklər. Dostum, unutma ki, uğurlu insanlar belə rahat şəkildə getməyiblər. Onlar da eniblər, qalxıblar, eniblər, qalxıblar. Əsas məsələ odur ki, enəndən sonra qalxmağı bacarasan. Elə ki, dibi gördün, dibi görəndən sonra daha rahat şəkildə, daha sürətli şəkildə yuxarı qalxa bilərsən. Dostum, hədəfin varsa, hədəfinlə bağlı çalış, ona doğru get. Bu sözlər sənə heç biri təsir etməyəcəkdir. Uğur olsun sənə, hələlik. Sağ ol, salamat qal.